Lionel Messi. Bu adı işləndə ağla səs-küy gəlmir, şou gəlmir, ego gəlmir, səssizlik gəlir. Çünki Messi danışmır, top danışır. Lionel Andres Messi 1987-ci ildə Argentinanın Rosario şəhərində doğulub. Adi bir ailədə, adi bir məhəllədə böyüdü. Amma özü adi uşaq değildi. 5 yaşında futbola başladı. Top sanki ayağından ayrılmırdı. Amma bir problem var idi. 11 yaşında ona boy hormonunun çatışmazlığı diaqnozu qoyuldu. Hər albahalı iğnələr lazım idi. Ailəsinin buna güc çatmırdı. Argentinadakı klublar onu izlədilər. Amma heç biri məsuliyyəti üzərinə götürmədi. Çox hekayə burada bitərdi. Amma Messi'nin burada başladı. Barcelona onlar Messi'yə bu oyununa görə buraxmadılar. Əzələsinə görə buraxmadılar. Topla münasibətlə baxdılar. Əfsanəyə görə rəsmi müqavilə belə yox idi. Bir salfet üzərinə imza atıldı. 13 yaşında Messi ailəsindən ayrılıb tək başına Avropaya getdi. Dil bilmirdi, dostu yox idi, amma futbol var idi. Barcelona akademiyasında sürətlə yüksəldi və bir gün Ronaldinho pas verdi. Messi gol vurdu. O an futbol dəyişdi. İllər keçdi, Messi böyüdü. Barcelona onun ətrafında bir komanda qurdu. Guardiola dövrü, tiki-taka, saxtı 9 mövqeyi, qollar gəldi, rekordlar qırıldı. Ballon d'Orlar ardarda gəldi. Amma Messi heç vaxt qışqırmadı, heç vaxt mən demədi. Və sonra Argentina. Messi üçün ən ağır yük milli komanda idi. Uduzulan finallar, qaçan penaltiləri ağlayan Messi. Neyce dedi, lider değil, Maradona səviyyəsində değil, Barcelona futbolçudur. 2006-cı ildə Copa America finalından sonra Messi milli komandadan getdiyini dedi. O gün futbol onu söndürdü. Amma Messi geri döndü, çünki o qaçan tip değildi. Barcelona'da isə hər şey dəyişdi. Yanlış idarəçiliyi, maliyyə böhranı və o məşhur mətbuat konfransı. Messi ağlayaraq klubu tərk etdi. PSG dövrü asan olmadı. Uyum problemi tənqidlər, amma Messi yenə də səssiz idi. Və 2022-ci ildə Qətər Dünya Kuboku. Turnir Səudi Arabistanın məğlubiyyətlə başladı. Amma Messi adım-adım irəlilədi. Finala çıxdılar və Fransaya oynayacaqlar. Gol vurdu, bir də vurdu, penaltını da vurdu və Messi Dünya Kubokunu qaldırdı. O an futbol tamamlandı. Lionel Messi qışqıraraq əfsanə olmadı. Dava ilə olmadı. Şov ilə heç olmadı. O sadəcə oynadı və bəlkə də onu xüsusi edən budur. Messi çox başqası olmağa çalışmadı. Səssiz qaldı, futbol oynadı, tarix yazdı. Bir videondan sonra çatdım. Sağ olun, növbəti videoda görüşürüz. Messi with the ball into the area. Messi for the comeback.